Xırdalının tam mərkəzində baxın bu binada 3 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. 3 otaqlı 110 kvadrat. Sultan Şadlıq sarayında gəlin evi təqdimata başlayım, daxil olaq evə. Daxil olduq evə, dəyərli izləyəcəyimiz, bax belə təmirli, gözəl bir mənzildir. 3 mərtəbəli binanın yerləşir 2-ci mərtəbəsində. Ev sehrli evdir, 2 mərtəbəlidir. Baxın dəhliz hissəsidir, dəyərli izləyəcəyimiz. Yer istipoldur, ev 2 mərtəbəlidir. Evə daxil olanda burada yerləşir qonaq otağı. Sultan Şadlıq sarayının tam yanında 119 nömrə marşrut düz evin qarşısına keçir. Dəyərli izləyəcəyimiz, baxın, bu otaqdan, qonaq otağından balkona çıxışı var. Xırdalının tam mərkəzinə Sultan Şadlıq sarayında 119 baxın buradan keçir. 3 nömrəli və bazara piyada məsafə tam mərkəzdə dəyərli izləyəcəyimiz 3 mərtəbəli binanın yerləşir 2-ci mərtəbəsində belə gözəl qonaq otağıdır. Pərdəsidir, işıqlarıdır, hamısı quraşdırılıb hazırdır. Köç yaşı evdir. Gözəl evdir, 2 mərtəbəlidir. Baxın, koridor hissəsidir. İşıqlarına kimi hamısı quraşdırılıb qaydasındadır. Hamam sanuzel ayrı-ayrılığında. Burada yerləşir hamam otağı, burada yerləşir ayaq yolusu. Gözəl evdir, təmirli evdir. Bir yataq otağı burada yerləşir. İşıqları, pərdəsi hamısı quraşdırılıb qaydasındadır. Burada da yerləşir bizim mətbəximiz. Mətbəxin pəncərəsi də var. Yer istipoldur, hazır evdir, köç yaşı evdir. Burada da pləkanın altında baxın, belə bir boş yer var. Evin artıq əşyalarını yığa bilərsiniz. Səliqəli evdir. Xırdalanın tam mərkəzində Sultan Şadlıq sarayının yanında 3 nömrə məktəbə piyada məsafə. Parka piyada məsafə. İcra hakimiyyətinə piyada məsafə. Baxın, 2-ci mərtəbəsi belə malsar kimidir, amma boy yəni verir, hündürbürdür. Baxın, pəncərəsi də var, pəncərənin qarşısı açıqdır. Məktəb görürsünüz, irəlidədir. Burada yəni uşaq yatağı eləmək olar. Uşaq otağı. Bir yataq otağı da burada yerləşir. Dəyərli izləyəcəyimiz 110 kvadrat 85.000 manata. Tam təmirli, köç yaşa evdir. Kim maraqlıdır, səhifədə nömrə var, əlaqə saxlaya bilirsiniz. Sağ olun, var olun.